Salam, salam. Bir dəqiqə. Salam, hər vaxtınız xeyir olsun. Mənim dəyərli izləyicilərim. Bu gün nə edirik? Yenidən ad gününə hazırlaşırıq. Ad gününə gedirik bir yerdə. Bloger Sevinç Hüseynovanın ad günüdür. 35 illik yubileyi və mən ora hazırlaşıram. Səhərdən iş vlog çəkə bilmədim, amma indi çəkirəm sizlərlə birlikdə. Çox tələsirəm. Vaxtım yoxdur, amma nə xoş ki, dünən də halam qızının toyundaydım, zaten izləyib görmüşdünüz. Dünəndən Kipriyin filan yerindədir, yalanla yüngül. Üstündən gedəcəm make-up'ımdan və uşaqları bağçadan götürüb evə qoyub qaçıram ad gününə, hər şey bərabər yaşayacaq. Və make-up'ım hazırdır. Saçımı yəqin ki, elə açıq da saxlayacağım, buruqdur. Elə yogəz hər yerə hazırsan. Bu saçın da üstünlüyü odur ki, hər yerə, hər zaman hazır olursan. Çox güman ki, heç bir yığım eləməyəcəm. Dünən də toyda yığmışam, yığımla sıxıldım. Mənimki açıqdır. İndi gedirəm uşaqları götürməyə. Elə bir makyaj da eləmədim. Sadəcə biraz qara kölgələr. Çünki Sevinç dress code qoyubdu. Qara olmalıdır geyim. Qaraya da uyğun ancaq belə bir şey eləyə bildim. Gəlin uşaqları götürüm, danışaq. Uşaqları qoydum evə. İndi qaçıram işə. Tez əynimi geyinim. Artıq saat neçədir? 7-yə qalıb. Vay. Bu vaxtda ad gününə gedərlər. Qaçıram işə. Tez əynimi geyinim. Qaçım ad gününə. Yaxşı ki, make-up'ımı elədim. Bir dənə qalıb əynimi giyinmək, o da çox məncə asan olacaq. Vaxt çox aparmayacaq. Buraların probkası öldürəcək bizi valla. İndi bir qabağımda avareniklə də yanıb. Niyə görəsən? Get qardaş, get. Xanımsan, yol verək. Neynir ay Allah. Mən bu probka ilə necə gedəcəm restorana? Çox güman ki, çox çətinliklə gedəcəm. İnşallah ki, gedəcəm. Və nəhayət mən hazır. Qara kombinimi də geyindim. Yubka evdə var idi. Köynəklə də kombin elədim. Qaçıram ad günümə. Necəyəm? Məncə super. Bəh. Bay dana. Dünən belə qəşəng ürəkli paltarımla poz verə bilməmişdim. Ad günündə görüşərik. Toyumuzda inşallah. Vişkan, bugün gözəl görsənməyin səbəbkarlarından biri sənsən. Bu gözəl saçları mənə hədiyyə etdiyin üçün çox sağ ol. Sən də 3 gün tanıyıram artıq və yaşlı tanımışam dediklərinizin. Bu sadəcə bir əməkdaşlıq iş birliyi olaraq deyil mənim üçün. Özün bilirsən ki, sənin də həmkarların çoxdur. Hər kəsin yanına qaçan insan deyiləm. Pulumuza minnət verdik ki, amma sən o qədər ürəyi təmizdir. Sən o qədər səmimi qızsan, o qədər gözəl qəlbə sahib bir qızsan ki, onun üçün mənə qiymətlisən. Və ən sonunda bloger həmkarlarım. Bloger həmkarlarım. Sevinç.
Ah yaralar içimi karalar. Ah yaralar, ah o yaralar. Ah yaralar, oh. Ah cici kız, cicili bicili gelince sen kendini bir şey sandın. Ah cici kız, cicili bicili gelince. Bu da bizim günümüzün ve ad günümüzün sonu. Ben çok güzel gün yaşattım. İnanıram ki bu günü size yansıda bildim. Növbəti vloglarımda görüşene dek inşallah.